Demiştim, sadece olarak özümdə dəstəyəm, hazırlıqda yanında şagird var. Bəli, Onu başa tam düşdüm. qulaq asa bilmirəm. Bildim Ona mən, görə. başa düşdüm. Tamam. Yaxşı. Deməli, ikinci nəzəriyyəmiz nədir? İkinci nəzəriyyəmiz Goleman nəzəriyyəsidir. Daniel Goleman nəzəriyyəsi emosional zəka. Burada söhbət nədən gedir? Burada söhbət emosional intellektdən gedir. Goleman apardığı təcrübəyə görə belə bir nəticəyə gəlir ki, insanın idraki zəkası nə qədər yüksək olur olsun, onun emosional zəkası zəifdirsə, o insan şəxsiyyət kimi formalaşa bilməz. Emosional zəka nədir? Yəni əsəbləşmək, gülmək, ağlamaq, bir-birləri ilə insanlarla ünsiyyətə girmə bacarığı, münasibətləri idarə edə bilmək bacarığı, özünü emosional olaraq tənzimləyə bilmək bacarığı, məsələn ruhdan düşürsənsə, ruhdan düşmürsən, özünü motivasiya edə bilirsən. Yəni emosionallıq nədir? Emosiyalar ağlamaq da ola bilər, gülmək də ola bilər, əsəbləşmək də ola bilər. Bunları idarə edə bilmək bacarığı olan insanlarda, münasibətləri emosiyalarına görə düzgün qura bilən insanlarda şəxsiyyət kimi formalaşmaq daha yaxşı olur və onlar həyatda bir şəxsiyyət kimi özlərinə yer tapa bilirlər. Hətta o tələbələri üzərindən təcrübə də aparıbdır. Tələbəsinin biri akademik göstəricisi çox yüksək olub, digəri isə akademik göstəricisi orta olubdur. Hər ikisi onları izləyir. Hər ikisi universiteti bitirəndən sonra iş üçün CVlər verirlər. Hansı tələbəsi ki, akademik göstəriciləri həmişə yüksək olub, emosional zəkası aşağı olduğuna görə, münasibətləri düzgün qura bilmədiyinə görə, məsələn, çox aqressiv, çox acı, yumşaq bacarıqları olmadığına görə, o verdiyi 10 dənə iş yerindən CV-dən bir dənəsinə dəvət alıbdır. Amma digər tələbəsi, hansı ki o tələbənin akademik göstəriciləri ortalamadır, amma emosional zəkası çox yaxşıdır, münasibətləri idarə edə bilir, belə deyək, hisslərini cilovlaya bilir, özünü motivasiya etməyi bacarır, başqalarına qarşı münasibəti normaldır, emosiyaları normaldır, bunları qura bilir. Ona 10 dənə CV-dən 8 yerdən nə gəlir? Dəvət gəlir, iş dəvəti gəlir. Buradan belə bir nəticəyə gəlir ki, Goleman həqiqətən də emosional zəka çox önəmlidir. Bir də onun özünün bir həyat hekayəsi var. İşdən çox yorğun çıxır evə gedəndə, çox yorğundur, yüklənibdir. Bizim günümüzdə də bir sözlə. Ümumiyyətlə, bu nəzəriyyələri edənlər də pedaqoqlardır da, psixoloqlardır, bu nəzəriyyələri kəşf edənlər. Çox yorğun bir işdən sonra gedir evə getməlidir. Avtobus dayanacağında avtobus gözləyir. Avtobusa minəndə bir qara dərili sürücü olur. Qara dərili sürücü başlayır hər kəslə çox qəşəng danışmağa. Gülməli zarafatlar eləyir, hamı ilə salamlaşır. Necəsiz, bugün gününüz necə keçdi? O qədər yüksək emosiyalar olur ki bu sürücünün. Bu emosiyalar keçir sərnişinlərə. Ondan sonra fikirləşir ki, həqiqətən də insanlarda emosiyalar çox önəmlidir. Emosiyalar insanlarda gərginliyi atmaq üçün, özünü bir həyatda tapmaq üçün lazımdır. Ona görə də emosional intellekti araşdırır və emosional intellekti kəşf eləyib biz müəllimlərin başını bəlaya salır. Davam eləyək. 5 mərhələdən ibarətdir. Birinci mərhələ özünü dərk mərhələsidir. Özünü dərk mərhələsində deməli, uşaqlar, yenə bu da uşaqlar üçündür də. Biz bunları niyə keçirik? Bizim üçün deyil. Düzdür, öz üzərimizdən izah eləyirik. Çünki biz bunların hamısına rol model olmalıyıq. Ən üst səviyyədə olmalıyıq ki, biz şagirdlərimizi ən üstə çatdıra bilməsək də, heç olmasa 5-ini, 6-sını gətirib ən yuxarıya çıxarda bilək. Hamısını çatdıra bilməsək də ən azından. Ona görə də müəllimlər üzərindən nümunəni sadəcə əyani olsun deyə çəkirəm. Ən çox şagirdlərə şamil olunur bu məsələlər. Birinci mərhələ özünü dərkdir. Yəni, öz emosiyalarını tanımaq. İlk öncə şagirdlərdə nəyi formalaşdırmaq lazımdır? Şagirdlər emosiyalarını tanısınlar. Hirslənmək nədir? Ağlamaq niyə baş verir? Gülmək niyə baş verir? Aqressiya niyə baş verir? O keçirdiyi hissdən nədən söhbət gedir? Niyə belə hisslər keçirdir? Adətən emosional gərginlik nə zaman olur? Şagirdlər arasında konflikt olanda. Yəni, konflikt zamanı niyə emosional gərgin olursan? Niyə konflikt zamanı sinif yoldaşınla pis danışırsan, o sənə aqressiv sözlər deyir, sən ona aqressiv. Səncə bu hisslər nədir? Sən nəyə görə özünü belə hiss edirsən? Bu cür suallar verməklə şagirdlərə öz hisslərini anlamağa kömək etmək olar. Yəni, şagird ilk öncə nə etməlidir? Özünün hisslərini tanımalıdır. Öz hisslərini tanımalıdır ki, əsəbləşmək nədir? Bəzən uşaqlar heç bilmirlər əsəbləşmək nədir. Biz elə bilirik ki, uşaqlar əslində evdən, baxın, testlərdə belə bir sual da düşür ki, emosional intellektin formalaşmasından valideyn faktoru çox önəmlidir. Bəli,
həm mənəviyyatda, həm də emosionalda valideyn faktoru çox önəmlidir. Biz elə bilirik ki, evdən bu uşaqlar artıq bizə hazır gəliblər. Hətta yuxarı sinif müəllimləri ümumiyyətlə lap hazır uşaq gözləyir, amma elə deyil. Ona görə də biz hər birimiz bunu nə etməliyik? Şagirdlərdə formalaşdırmalıyıq. İnsan hisslərini tanımaqla eyni zamanda o hissin təsirindən necə çıxa biləcəyi haqqında da düşünməyə başlayır. Yəni hisslərini tanımalıdır ki, o hissin təsiri altında olanda o hissdən necə çıxa bilsin. Yəni ona görə də birinci mərhələ nə olacaq? Özünü dərk. Özün dərk mərhələsində şagirdlərə sən nə hiss edirsən, bu hissi necə təsvir edərdin, bu hiss sənin davranışına necə təsir edir, bu davranışının səbəbi nədir? Bu suallar verməklə şagirdlərə keçirdiyi hisslərin nə olduğunu nə etmək olar? Başa salmaq olar. Eyni zamanda da həyati situasiyalar eləməklə, həyati situasiyalardan təqdimatlar etməklə, fənüstü inteqrasiyalar etməklə bunları şagirdlərdə formalaşdıra bilərik. İkinci mərhələ özünü idarə etmədir. Özünü idarə etmə mərhələsində olan uşaqlar artıq hisslərini həm tanıyır, həm də hisslərini idarə edə bilirlər. Məsəl üçün, öz üzərimdən deyim, mən çox aqressiv, əsəbi olanda bilirəm ki, əsəbimi kiməsə tökə bilərəm. Çalışıram ki, hər kəsdən biraz kənar. Deyirəm ki, bugün əsəbləşib gəlmişəm, məsələn, filan şey əsəbləşib gəlmişəm. Biraz işdə müəllim yoldaşlarımdan biraz məsafəli davranım. Çünki adi bir söz mənə qıcıq yarada bilər, mən əsəbimi ora tökə bilərəm. Yəni, artıq özümü tanıyıram, yəni hisslərimi tanıyıram və hisslərimi nə etməyə çalışıram? İdarə etməyə çalışıram. Yəni, harda gülməyi saxlaya bilərik, harda sevinməyi, harda ağlaya bilərik, harda ağlaya bilmərik. Yəni, özünü idarə edən şəxs artıq hisslərini tanıyır və bu hisslərinə uyğun nə etməyə başlayır? Hərəkətə başlayır. Ki, yəni, özünü idarə rasional intellektə əsaslanır. Bir rasional intellekt var, ona toxunmadım, yadımdan çıxdı indi yazmaya. Bir də emosional intellekt var. Rasional intellekt, yəni bizim idraki intellektimizdir, IQ-müz. Emosional intellektdə bu hisslərimiz, emosiyalarımızdan söhbət gedir. Özünü tənzimləyən insanda rasional intellekt, yəni məntiqimiz, IQ-müz bizə kömək olur. Ki, necə çıxa bilərik? Time-out istifadə edə bilərik. Məsələn, ürəyimizdə 10 dəfə sayaq, sakitləşək. Və yaxud da ki, əgər uşağı artıq öyrətmişiksə, icazə alır, gedir, əl-üzünü yuyur, sakitləşir, gəlir və s. Və yaxud da ki, gülməyə gəlir, nəsə yadına düşür. Təkcə burada hirsdən söhbət getmir. Ağlamaq, gülmək, hər şey var. Nəsə yadına düşür, gülməyə gəlir, amma başa düşür ki, dərsin ortasıdır, elə bir məqamdır ki, burada gülmək olmaz. Onu tənzimləməyi bacarır. Təkcə indi əsəb üzərində qurmayaq hər şeyi, gülmək üzərində də quraq. Bu artıq özünü idarə etmə mərhələsidir. Özünü idarə etmə mərhələsində olan uşaqlara bu cür suallar verə bilərik ki, daha da onların özünü idarə etməsi formalaşsın. Səncə baş verənlərə niyə belə reaksiya verdin? Baş verənlərə başqa tərəfdən baxmaq olardımı? Sənin bu hisslər keçirtməyin bu vəziyyətə uyğundurmu? Bu hal üçün ən doğru reaksiya necə olardı? Yəni sən əsəbləşmişsən, amma ən doğru reaksiya necə olardı səncə? Bax, indi sənin sinif yoldaşın kitabını götürüb sən ona aqressiv cavab vermişsiniz və siz konflikt yaşamışsınız. Amma sən ən doğru addımın nə olardı? Uşaqlar əslində çox ağıllıdırlar. Çox dərrakəlidirlər, çox məntiqlidirlər. Elə gözəl məntiqli cavab verirlər ki, mən biraz, hətta mən elə uşaqlar kəşf eləmişəm ki, baxıram mənim bilmədiyimi onlar bilirlər. Ki, ürəyimdə ona qədər sayaram, sakitləşərəm, sonra reaksiya verərəm. Çıxaram çörə, əl-üzümü yuyaram, sonra reaksiya verərəm. Səbəbini soruşaram, sonra reaksiya verərəm. Yəni, bu cür yönləndirici suallarla şagirdlərdə özünü idarə etmə, formalaşdırmaq olar. Bir də var motivasiya. Motivasiya da sanki özünü idarə etmədir, amma motivasiyada başqalarına qarşı yox, emosional intellekt olaraq özünü, belə deyək də, motivasiya eləmək, özünü ruhdan düşməyə qoymamaq, özünü idarə etməyi bacarmaq, daxili motivasiyadan söhbət gedir. Əslində motivasiyanın iki növü var, daxili motivasiya və xarici motivasiya. Daxili motivasiya bizim özümüzük. Yəni, özümüzü ruhdan düşməyə qoymaq. Tutaq ki, çətinlik olub, hansısa bir uşaq bir məsələ həll eləyibdir. Məsələdə çətinliyi var. Ruhdan düşür. Karol Dweckdə necə demişdik? Ruhdan düşür. Daxili motivasiyası güclü olan uşaqlar ruhdan düşmürlər. Çətinliyə nə kimi baxırlar? Yəni, bir vasitə kimi baxırlar, çətinlik kimi baxmırlar. Çətinliyə əksinə marağa çevirirlər ki, bu məsələdə bir çətin məqam var, onu tez həll eləyim, o çətinliyi aradan keçib, belə deyə çıxardım, daha rahat bir yola gedim. Yəni, onlar daha əhval-ruhiyyə ilə, daha həvəslə, daha şövqlə öz yollarına nə edirlər? Davam edirlər. Stimul, özlərinə stimul verə bilirlər. Yüksək enerjiləri olur, uğursuzluqlara dözümlülükləri olur. Yəni, onlar pesimist deyirlər, onlar optimist insanlardılar.
Xarici motivasiya isə xaricdən gələn motivasiya. Yəni rəylər. Evdə valideynin verdiyi rəy, məktəbdə sinif yoldaşının verdiyi rəy, müəllimin verdiyi rəy. Bunlar da şagirdin emosiyalarını motivasiya eləmək üçün çox önəmlidir. Məsələn, müəllim rəy verə bilər şagirdə ki, tutaq ki, uşaq uğursuzluğa düçar olubdur, ruhdan düşübdür. Sən hələ ki bacarmırsan. Amma sən bunları eləsən bacaracaqsan. Və yaxud da ki, başqasının birinin həyatından nümunə çəkə bilərik. Əyani bir videorolik göstərə bilərik. Həyatı situasiya ilə tutaq ki, uğursuzluğa düçar olmuş bir uşağın sonradan əldə etdiyi nailiyyətlərlə uşaqlara nə edə bilərik? Motivasiya ola bilərik, rəylərlə. Yəni, xarici faktor da çox önəmlidir. Xarici motivasiya. Yəni, motivasiyanın iki növü var. Xarici və mən, məsəl üçün, daxili motivasiyası zəif insanam. Amma xarici motivasiyası güclü insanam. Nə mənada? Məni xaricdən motivasiya eləyin, tərifləyin, belə pis çıxmasın ki, müəllimə sizdə filan şey yaxşı alınır. Mən çalışacağım daha yaxşı. Amma daxilən ruhdan düşənəm. Uğursuzluqlardan tez geri addım atan insanam. Bu kurikulum məni çox inkişaf elətdirdi əslində. Məsələn, kurikulum təlimçisi olmaq məni emosional olaraq, mənəvi olaraq çox inkişaf etdirdi. Düzdür, idrak da var o öz növbəsində. Amma artıq mən bildim ki, nəyi necə eləməliyəm. Əvvəllər şagirdlərə aqressiya göstərirdimsə, artıq onun qarşısını almağa çalışdım. İş yoldaşlarımla münasibətdə emosional olurdum, çox həssas olurdum, amma artıq onları düzəldirəm, bərpa eləyirəm. Yəni, emosiyalarımızı artıq nə edirik? İdarə edirik bunları öyrəndikcə. Bu bizim özümüz üçün də çox yaxşıdır. Xarici motivasiya mükafat da ola bilər, təkcə söz yox. Mükafatlandırılma, kiçik bir tərifnamə verərək şagirdləri nə edə bilərik? Motivasiya edə bilərik. Dördüncü mərhələ sosial məlumatlılıqdır. Sosial müqavilə dediyi mənəvi inkişafda başqasının yerinə özünü qoya bilmək. Bu da eyni şeydir. Emosional olaraq özünü başqasının yerinə qoya bilmək. Sinif yoldaşın sənin kitabını götürdü, amma o kitab ona lazım idi də. Sən heç araşdırmadan ona qarşı aqressiv hərəkət elədin. Səncə düz elədinmi? Özünü bir onun yerinə qoy. Yəni empatiya, şagirdlərdə empatiya hissi yaratmalıyıq. Başqasının yerinə özünü qoya bilmə bacarığı. Bunu yenə deyirəm, necə ümumiyyətlə mənəvi inkişaf, emosional inkişafı biz uşaq evlərinə gedərək, qocalar evlərinə gedərək, sosial layihələr həyata keçirdərək şagirdlərdə daha yaxşı formalaşdıra bilərik. Çünki deyir, 100 eşitməkdəsə bir görmək yaxşıdır. Uşaqlar öz gözləri ilə bunu görsələr, onlarda biz bəzən fikirləşirik ki, uşaqdır, ürəyinə salar, bu yaşlara getməsi düzgün deyil, amma ən kiçik yaşlardan şagirdlərdə biz nə etməliyik? Münasibətləri necə qurmaq lazımdır, emosiyaları necə idarə eləmək lazımdır. Məsələn, uşaq monitorinqə gedir, imtahanda həyəcanlanır, yaza bilmir. Nədən əlaqədərdir? Çünki uşağın özünü idarə etməsi yoxdur, emosiyalarını idarə edə bilmir. Daxili motivasiyası yoxdur. İmtahanda ona kim xarici motivasiya edəcək? İmtahanda özünün daxili motivasiyası olmalıdır, düzdürmü? Özünü idarə edə bilmir uşaq. Çünki uşaqda o formalaşmayıb, emosional intellekt yoxdur. Nə olsun ki, IQ-su yüksəkdir. Emosional olaraq uşaq hazır deyil imtahan verməyə. Ona görə də valideyn gəlir deyir ki, ay müəllimə, həyəcanlanıb, ağlayıb imtahanda, monitorinqi yaza bilməyib. Və yaxud da monitorinq olmasın, laf buraxılış olsun. Yuxarı siniflərdə də olur belə hallar. Həyəcanlanıb, özün pis hiss eləyib, imtahanın ortasında çıxıb gedibdir, nə bilim, nəzarətçi falan sözü deyib. Bunlar hamısı nədən irəli gəlir? Şagirdlərin emosional olaraq düzgün inkişaf etdirilməməsindən irəli gəlir. Çünki şagirdlər ancaq idraka üstünlük verirlər, emosionallıq yoxdur. Yəni bu həm məktəbin belə deyək, borcudur, həm də valideyn şagirdi emosional olaraq inkişaf etdirməlidir ki, yəni şagird imtahanın ölüm olmadığını başa düşsün. İmtahan ölüm deyil. İmtahan bir özünü sınamaqdır. Yəni müharibə deyir ki, bunları uşaq vaxtından təlqin eləmək lazımdır. Yəni artıq insan olğun yaşa çatandan sonra o artıq o emosional inkişaf geridədir. Onu təzədən təlqin eləməyin də heç bir mənası yoxdur. Sosial məlumatlılıq. Yəni sosial məlumatlılıq odur ki, başqasının yerinə özünü qoya bilmək. Bu cür yönləndirici suallar verə bilərik şagirdlərə. Səncə sənin davranışından qarşı tərəf özünü necə hiss edir? Sən onun yerində olsaydın nə edərdin? Yəni, özünü başqasının yerinə qoya bilmək. Müəllim bunları necə formalaşdıra bilər? Buzqıranlardan istifadə edə bilər. Bayaq dediyim məsələ, ortaq mənəvi dəyərlər formalaşdıra bilər. Yəni, tədqiqatlar sübut edir ki, uşaqların mənəvi dəyərləri ortaq olanda, onlar bir-birinə qarşı daha yaxşı empati hissi formalaşır. Və sonuncu mərhələ, münasibətlərin idarə olunması. Bu, emosional olaraq ən üst mərhələdir. Artıq bu mərhələdə olan insanlar, bu mərhələdə olan uşaqlar nəinki öz emosiyalarını idarə edir,
Nəinki başqasının emosiyalarını başa düşür, eyni zamanda münasibətləri idarə edə bilirlər. Qrup fəaliyyətindədirlər, sinif yoldaşının biri həyəcanlanıbdır. Ona hər tərəfi dəstək olmağı bacarırlar, onu başa düşürlər, ona motivasiya verirlər, onunla münasibəti düzgün qururlar, konflikt yaratmırlar, konstruktiv həll etməyə çalışırlar konfliktləri. Yəni, münasibətləri artıq nə edə bilirlər? Düzgün inkişaf etdirə bilirlər, inkişaf deyirəm, əstəğfurullah, düzgün idarə edə bilirlər. Artıq sinif yoldaşı ilə emosional olaraq uşaq o qədər yüksək mərhələdədir ki, artıq sinif yoldaşı ilə düzgün münasibət qurmağı bacarır. Bilir ki, sinif yoldaşı həssasdırsa, emosional olaraq, məsələn, aqressiv bir cavab veribsə, bilir ki, empati də var. Plus da onunla münasibət də düzgün qurmağı bacarır. Davaya getmir, danışaraq həll edir hər şeyi, hər şeyi sözlərlə həll edir. Hətta nəinki özü, başqalarının arasında olan konfliktləri də nə etməyə çalışır? Konfliktləri də həll etməyə çalışır. Hətta bu mərhələdə olan insanlar öz günahını başa düşən insanlardır. O həmişə deyir ki, bəlkə də mən nəsə bir şey olanda, nəsə bir acılayanda kimisə, aqressiya göstərəndə kiməsə qarşı özünə tənqidi yanaşır. Deyir, bəlkə mən düz eləmədim. Mən məsələni heç yaxşı araşdırmadım. Gərək onu günahlandırmamışdan əvvəl məsələni araşdırardım. Görüm, həqiqətənmi mən düzmü münasibət göstərdim. Yəni, bu insanlar özünə tənqidi yanaşmağı bacaran insanlardır. Bir şeyin səbəbini bilmədən əgər nəsə ediblərsə, onu başa düşüb, sonradan gəlib üzr istəməyi bacaran insanlardır. Münasibətlərin ən yüksək formada nə edirlər? Həll edirlər. Emosional intellekti formalaşdırmaq üçün şagirdlərə həm istiqamətləndirici suallar verə bilərik. Məsələn, tutaq ki, uşaq emosional intellektini idarə eləsin deyə biz belə sual verə bilərik, münasibətlər idarə eləsin deyə. Dalaşıb iki uşaq. Deyirəm ki, sən sinif yoldaşını sona qədər dinlədin, sən sinif yoldaşının haqlı olduğuna və yaxud da sənin haqlı olduğuna əminsənmi? Müzakirədən sonra eyni hadisəni yaşasaydın, müzakirə edirlər artıq. Yenə də o cür reaksiya verərdinmi? Yəni, bunu bu cür yönləndirici suallarla da izah edə bilərik. Eyni zamanda dəstəkləyici mühit yaratmalıyıq. Yəni, sağlam psixoloji mühit yaratmalıyıq. Qayğı-keş, səmərəli, sevgi ilə olan mühit. Özünü qiymətləndirmə, qarşılıqlı qiymətləndirmə. Bu da şagirdlərdə həm metakognitiv bacarıq. Metakognitiv nə üçündür? Özünü idarə etmək üçün, daxili motivasiya üçün. Yoldaş qiymətləndirməsi nə üçündür? Xarici motivasiya üçün, eyni zamanda sosial məlumatlılıq üçün, münasibətlərin idarə eləməsi üçün, sosiallaşmaq üçündür. Refleksiyalardan istifadə eləmək olar və s. Bir də bayaq dediyim məsələlər nə eləmək olar? Şagirdləri sosial layihələrə, uşaq evlərinə, qocalar evlərinə, sağlamlıq imkanları məhdud olan uşaqlarla maraqlanmağa, sahibsiz heyvanlarla bağlı layihələr həyata keçirməyə, canlılara qayğı, insanlara qayğı kimi həm mənəvi inkişaf nəzəriyyəsini, həm də emosional inkişaf nəzəriyyəsini bu cür inkişaf elətdirmək olar. Bu dərsimizdə bu qədər. Sual varmı? Qaranlıq qalan nəsə varmı, müəllimlər? Tamam, qaranlıq qalan heç nə yoxsa keçək testlərimizə. Keçən dərsin testlərinə çox danışdım bugün, amma məcbur ki, dərs keçirəm deyə çox danışmalıyam. Bir də bu mövzular çox önəmlidir.